Salam uşaqlar, necəsiz? Yaxşısınız? Bugün qardaşıma mən baxıram. Bəbə, sən acmısan? Gəl onu birinci yedizdirək. Gedək onun sütünü göstərək soyuducudan. Sütünü içsəydi, yatsaydı yaxşı olardı. Mən də televizora baxardım. Al sütünü iç, yat. Bu nədir, neynədin? Sən kimsən yuyacaq? Gəl mən sənin altını dəyişdir. Gedək hamama. Uzan orada pampersini gətirim. Bu necə oturmaqdır? Bunun pampersi hardadır? Tapdım, buradadır. Bu bəbə hardadır? İndi orada oturmuşdu axı. Bəbə, sən ora nə tər getdin, hə? Gəl sənin altını dəyişdirək, yatsıdıraq səni. Otur burada, sənə pampersini gətirirəm. Pampers yerə düşüb ki. Heç səni yumadım, İndi oldun təmiz bəbə. İndi gediriz yatmağa. Çıxaq yuxarı, bunun otağı hardaydı? Hə, tapdım, bu qoyun şəkli nədir? Mama sən necə yatsıdırır deyə. Sən beşiyə qoyum, sonra nağıl oxuyum sənin üçün. Bu necə uzanmaq deyə. Kitabı götürək burada oturaq. Deməli belə, bir vardı, bir yoxdu, bir pişik vardı. Sonra o bir qəşəng şey görmüşdü. Sonra öldü, o da öldü. Bəbə yatdı ki, gedim televizora baxım. Qapını da bağlayım, düşməsin. Canım kurtuldu, indi gedim televizora baxım. Yuxum gəldi. Vay nənə, bəbə durdu ki. Bəbə hanı? Qapını bağlamışdım, bəbə durmasın deyə axı. Sən ora necə gəldin? Gedək sən yerinə yenə qoyum yat. Niyə yatmırsan, nə istəyirsən? Oyuncaq pişiyi qoyum sənin yanına. Sevdin onu, gülürsən. İndi mən gedirəm, sən də yat. Qapını bağlayıram, gecən heyran. Televizorda baxa bilmədim, yuxum gəldi.